إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا إلى يوم الدين. يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون. يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. فإن خير الكلام كلام الله وخير الهدى هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار. Əmmə ba'd. Əziz müsəlmanlar, hamınıza, eləcə də özümə Allahdan qorxmağı və Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin yolunu tutub getməyi nəsihət edirəm. Yenə bu dəyərli kitabın şərhinə davam edirik. Növbəti fəsil 25-ci fəsil. Qohumlarla əlaqə saxlamağın vacibliyi. Burada qohumlarla əlaqə saxlamaq deyildikdə, ata və ya ana tərəfdən olan qohumları ziyarət etmək, onlara salam vermək, xəstələrinə baş çəkmək və sair yaxşılıqlar etmək nəzərdə tutulur. Uca Allah buyurur, həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir. İyrənc işlər görməyi, pis əməllər törətməyi və azğınlıq etməyi isə qadağan edir. O sizə öyüd nəsihət verir ki, bəlkə düşünüb ibrət alasınız. Yenə başqa bir ayədə Allah Subhanahu buyurur, Allaha ibadət edin və heç bir şeyi ona şərik qoşmayın. Valideynlərə, qohum əqrabaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin. Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir. Bu fəsildə keçən hədis, 47-ci hədis, Kuleyb ibn Mənfə rəvayət edir ki, babam Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdu. Ya Rasulullah, mən ən çox kimə qayğı göstərməliyəm? O dedi, anana, atana, bacına, qardaşına və yaxın olan əqrabaya. Budur vacib haqq və qohumluq əlaqəsi. Muhammed Nasirəddin Albani Daif Ədəbül Müfrad əsərində bu hədisin isnadının zəif olduğunu demişdir. Lakin bu kitabdakı 3-cü və 60-cı hədislər bu hədisin mənasının səhih olduğuna dəlalət edir. 48-ci hədis. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, ən yaxın qohumlarını qorxud ayəsi nazil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm qohumlarını yanına çağırdı və Səfa dağına qalxıb uca səslə buyurdu. Ey Kəb ibn Lüey oğulları, canınızı oddan qurtarın. Ey Abdümənəf oğulları, canınızı oddan qurtarın. Ey Haşim oğulları, canınızı oddan qurtarın. Ey Abdülmuttalib oğulları, canınızı oddan qurtarın. Ey Muhammedin qızı Fatimə, canını oddan qurtar. Çünki mən səni Allahın əzabından qorumağa qadir deyiləm. Sadəcə olaraq məni sizə bağlayan qohumluq əlaqələri vardır ki, mən bu əlaqələri qoruyub saxlayacağım. Bu hədisi Buxari, Muslim və Tirmizi rəvayət etmişdir. Burada keçən ayə Şüərə surəsinin 214-cü ayəsidir. Bu ayə qohumlarla əlaqə saxlamağın, əl-xüsusda
onları haqq yola dəvət etməyin vacibliyinə dəlalət edir. Diqqət edin, digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm gah ümumiləşdirərək, gah da xüsusiləşdirərək belə buyurdu deyilir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm əvvəlcə Qureyşləri ümumi şəkildə, sonra da ey Fatimə, digər rəvayətlərdə ey Abdülmuttalibin qızı Səfiyyə, ey Abdülmuttalibin oğlu Abbas deyə müraciət edib onları ad-bad çağırır. Kəb ibn Lüey, Haşim və Abdülmuttalib oğulları Peyğəmbər sallallahu aleyhi və səlləmin ata tərəfdən olan qohumlarıdır. Digər hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin onlara mən sizi Allahın əzabından qurtara bilməyəcəyim rəvayət edilir. Onlara da bunu bildirir. Bu hədisi də Buxari rəvayət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm demək istəyir ki, hər kəs öz əməlinə görə özü cavab verəcək. Üstəlik heç kəs, hətta Peyğəmbərlər belə müşrik və kafir olan kimsəni Allahın əzabından qurtara bilməz. Odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Kimin əməli onu alçaldarsa, nəsəbi onu ucalda bilməz. Hədisi Müslim rəvayət etmişdir. Bu xüsusda uca Allah belə buyurur. Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar bizim əməli salih qullarımızdan 2 qulun nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Yəni, Nuh və Lut aleyhissalam arvadlarına şəfaatçı ola bilmədilər. Onlara girənlərlə birgə ikiniz də oda girin deyildi. Həmin o qadınlar, Lut və Nuh Peyğəmbərin zövcələri hər ikisi kafir oldu və cəhənnəm oduna girdilər. Digər ayədə Allah s.ə.v buyurur, sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar. O gün məhz tərəzilərə ağır gələnlər nicat tapacaqlar. Tərəziləri yüngül gələnlər isə özlərini ziyana uğradanlardır. Onlar cəhənnəmdə əbədi qalacaqlar. Həmçinin Allah s.ə.v buyurur, qulaq batırıcı bir səs gələndə o gün insan öz qardaşından, anasından, atasından, arvadından və övladlarından qaçacaq. O gün onlardan hər birinin yetərincə işi olacaqdır. Yəni, hər kəs öz sayında olacaq. Əbəsə surəsi 33-cü ayədən 37-ci ayəyə qədər. Odur ki, özünü müsəlman sayan hər kəs öz ibadətini və itaətini ixlasla, rəğbət və qorxu içində ancaq tək Allaha yönətməlidir. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən ya Rasulullah, qiyamət günü sənin şəfayətin sayəsində ən böyük saadətə çatan kəslər kimlər olacaq? Deyə soruşdum. Rasulullah sallallahu aleyhi və səlləm dedi, ey Əbu Hüreyrə, mən sənin hədis öyrənməyə olan hərisliyini görüb düşünürdüm ki, səndən əvvəl heç kəs bu hədis barəsində məndən soruşmayacaq. Qiyamət günü mənim şəfayətim sayəsində ən böyük saadətə çatanlar səmimi qəlblə la ilahə illallah deyən kimsələr olacaq. Hədisi Buxari rəvayət etmişdir. Bu hədisdə Rasulullah sallallahu aleyhi və səlləm onlara canınızı oddan qurtarın deyir. Digər hədisdə rəvayət edilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Mən sizi əzabla qorxudan bir Peyğəmbərəm. Mənimlə sizin misalınız düşməni görüb qövmünü qorumaq üçün düşmənə göz qoyan və düşmənin onun qabaqlayacağından ehtiyat edib uca səslə qövmünü səsləyib haydi canınızı qurtarın deyən kimsənin misalına bənzəyir. Hədisi Müslim rəvayət etmişdir. 26-cı fəsil qohumlarla əlaqə saxlamaq. 44-cü hədis Əbu Əyyub el-Ənsari radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səfərdəykən bir bədəvi onun qarşısına çıxdı və ya Rasulullah, məni cənnətə yaxınlaşdıracaq və atəşdən uzaqlaşdıracaq əməl barədə mənə xəbər ver dedi.
Peyğəmbər sallallahu aleyhi və səlləm də ona belə buyurdu. Gərək Allaha ibadət edəsən və heç bir şeyə onu şərik qoşmayasan. Namaz qılasan, zəkat verəsən və qohum əqrəba ilə əlaqə saxlayasan. Bu hədisi Buxari və Muslim rəvayət etmişdir. Əbu Əyyub Xalid ibn Zeyd İbn Kuleyb Əl-Xazraci Ən-Nəccari radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin məşhur səhabəsidir. İkinci Əqəbə beyyətində Peyğəmbər sallallahu aleyhi və səlləmə beyyət etmiş, Bədirdə və digər döyüşlərdə, ələl-xüsus da Konstantinopola olan yürüşdə iştirak etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldiyi zaman möminlərin anası Səudə üçün hücrə və bir də məscid tikilənədək Əbu Əyyub Əl-Ənsarinin evində qalmışdır. Əbu Əyyub radiyallahu anhu hicrətin 52-ci ilində vəfat etmiş və Konstantinopol qalasının yanında dəfn edilmişdir. Bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm ona 4 xisləti xüsusilə vurğulayır. Allaha şərik qoşmamaq, Allahın təkliyini qəbul etmək, tövhid, namaz qılmaq, zəkat vermək. Bu üçü İslamda olan əsas təməllərdən sayılır. İslamın ərkanı. Bunlarla yanaşı, qohum əqraba ilə əlaqə saxlamağı vurğulaması, qohum əqraba ilə əlaqə saxlamağın nə dərəcədə mühüm olduğuna işarə edir, dəlalət edir. İmkan daxilində qohum əqrabaya yaxşılıq etmək, onlara əl tutmaq, qarşılaşdıqda onlara salam vermək, onları ziyarət etmək və başqa bu kimi haqlarını ödəmək hər bir müsəlmanın borcudur. 50-ci hədis. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Allah əzzə və cəl məxluqatı yaratdı və yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxdı. Allah ona nə istəyirsən deyə buyurdu. O dedi, bu qohumluq əlaqələrini kəsməkdən sənə sığınanın məqamıdır. Allah buyurdu. Qohumlarla əlaqə saxlayan kimsə ilə əlaqə saxlamağıma, onu kəsəndən də əlaqəni kəsməyimə razı deyilsinmi? O, əlbəttə razıyam, ya Rəbb, dedi. Allah buyurdu, sənin üçün məhz belə olacaq. Sonra Əbu Hüreyrə dedi, istəyirsinizsə bu ayəni oxuyun. Əgər haqdan üst sevirsəniz, ola bilsin ki, yer üzündə fitnə, fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz. Bu hədisi Buxari, Muslim və Əhməd rəvayət etmişdir. Burada qohumluq əlaqəsinin ayağa qalxması və Allahla danışması həqiqi mənada başa düşülür. Belə ki, hər şeyə qadir olan Allah qohumluq əlaqəsini danışdırmağa qadirdir. Hədislərin birində Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Qiyamət günü ölüm ağılı qaralı, buynuzlu qoç şəklində yatırılacaq. Sonra carçı, ey cənnət əhli, deyə çağıracaq. Cənnət əhli başlarını qaldırıb ona tərəf baxacaqlar. Carçı, bunu tanıyırsınızmı, deyə soruşacaq. Onlar, bəli, bu ölümdür, deyə cavab verəcəklər. Çünki onların hamısı ölümü görmüşlər. Sonra carçı, ey cəhənnəm əhli, deyə səsləyəcək. Cəhənnəm əhli də başlarını qaldırıb ona tərəf baxacaqlar. Carçı, bunu tanıyırsınızmı, deyə soruşacaq. Onlar, bəli, bu ölümdür, deyə cavab verəcəklər. Çünki onların hamısı onu görmüşdür. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra onlara deyiləcək, ey cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz. Ey cəhənnəm əhli, siz də əbədi yaşayacaq və heç vaxt ölməyəcəksiniz. Hədisi Buxari rəvayət edir. Diqqət etdinizmi? Ölümü Allah Subhanahu taala qoç şəklinə salır. Sonra da başını kəsirlər. Eləcə də qohumluq əlaqəsi həqiqi mənada ayağa qalxacaq və dil açıb danışacaq. Həmçinin, qəbrə qoyulmuş insanın sorğu-sual edildikdən sonra yaxşı və ya pis əməllərinin insan şəklində onun yanına gəlməsi Allahın hər şeyə qadir olduğunu bir daha sübuta yetirir.
Allah Subhanahu taala qohumluq əlaqəsindən söz verir ki, onu birləşdirəni birləşdirəcək, kəsəni də kəsəcək. Bu da dəlildir ki, yaxşılığın əvəzi yaxşılıq, pisliyin cəzası isə pislikdir. Bu xüsusda Uca Allah buyurur, yaxşılığın əvəzi ancaq yaxşılıq deyildirmi? Ər-Rəhman surəsi 60-cı ayə. Həmçinin o buyurur, pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Yunus surəsi 27-ci ayə. 51-ci hədis İbn Abbas radiyallahu anhına qohum əqrabaya da, yoxsula da, müsafirə də haqqını ver ayəsini belə izah etmişdir. Uca Allah ilk əvvəl ən vacib haqları ödəməyi buyurur və imkanlı adama ən fəzilətli əməlləri göstərib buyurur. Qohum əqrabaya da, yoxsula da, müsafirə də haqqını ver. Heç bir şey olmayana isə nə deyəcəyini öyrədib buyurur. Əgər sən Rəbbindən dilədiyin mərhəməti umaraq, onların üzünə baxmırsansa, imkanın olmadığı üçün onlara bir şey verə bilmirsənsə, onda onlara xoş söz de. Yəni, gözəl vəd ver. Sanki belə bir şey olub və ola bilsin ki, Allah istəsə olacaqdır. Əlini nə qoynunda gizlət, nə də əlini büsbütün aç. Yəni, nə xəsislik et, nə də əlində olanın hamısını ver. Yoxsa qınanmış və peşman vəziyyətdə qalarsan. Beləliklə, yanına gəlib səndən bir şey ala bilməyən kəs səni qınayar, çox alan isə səni peşman edər. Bu hədisin isnadında keçən Əbu Səid ibn Mərzəbən müdəllis ravi olduğundan, ha belə Muhammed ibn Əbu Musanın kim olduğu bilinmədiyindən bu isnad zəif hesab edilir. Odur ki, Muhammed Nasiruddin Albani Daif Ədəb-ül Mufrad əsərində bu hədisin zəif olduğunu demişdir. Lakin mənası səhihdir. Təfsiri, izahı səhihdir. Bu hədisdən belə aydın olur ki, adam qohum əqrabaya, yoxsula və müsafirə imkan daxilində əl tutmalı. İmkanı olmazsa, heç olmasa onlara xoş söz deməlidir. Gözəl söz deməyin özü də bir yaxşılıq hesab edilir. Yaxşılıq etmək xüsusunda Peyğəmbər sallallahu aleyhi və sələm belə buyurmuşdur. Hər bir müsəlman sədəqə verməlidir. Səhabələr soruşdular, ey Allahın Peyğəmbəri, sədəqə verməyə bir şey tapmasaq necə? Peyğəmbər sallallahu aleyhi və sələm buyurdu, öz əlləri ilə işləyib qazansın və bu qazancından həm özü faydalansın, həm də başqalarına sədəqə versin. Sahabələr soruşdular, bunu edə bilməsə necə? Peyğəmbər sallallahu aleyhi və sələm buyurdu, ehtiyacı olan çarəsiz adama kömək etsin. Sahabələr soruşdular, bunu da edə bilməsə necə? Peyğəmbər sallallahu aleyhi və sələm buyurdu, yaxşı işlər görsün və şər əməllərdən çəkinsin. Həqiqətən də bu, onun üçün sədəqə olar. Hədisi Buxari rəvayət etmişdir. Başqa bir hədisdə isə o belə buyurmuşdur. Heç olmasa, yarım xurma sədəqə ilə özünüzü oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz danışmaqla özünüzü oddan qoruyun. Bu hədisi də Buxari rəvayət etmişdir. 27-ci fəsil. Qohumlarla əlaqə saxlamağın fəziləti. 52-ci hədis Əbu Hüreyrə radiyallahu anh demişdir. Bir nəfər Peyğəmbər sallallahu aleyhi və sələmin yanına gəlib dedi, ya Rasulullah, mənim qohumlarım var. Mən onlarla əlaqə saxlayır, onlar isə mənimlə əlaqəni kəsirlər. Mən onlara yaxşılıq edir, onlar isə mənə pislik edirlər. Onlar mənimlə kobud rəftar edir, mən isə onlarla mülayim danışıram. Peyğəmbər sallallahu aleyhi və sələm dedi, əgər dediyin kimidirsə, onda sanki sən onlara isti kül yedirdirsən. Bu rəftarın davam etdikcə sənin yanında Allah tərəfindən onlara qarşı bir köməkçi olar. Bu hədisi Muslim və Əhməd rəvayət etmişdir. Burada Rasulullah sallallahu aleyhi və səlləm kül yedirdirsən deyir. Yəni, sən bu gözəl rəftarınla savab qazanır, onlar isə günaha batırlar. Beləliklə də sən onları utandırmış
və sənin yanında başı aşağı etmiş olursan. Demək, qohumlar əlaqəni kəssə də, pislik etsə də, kobud rəftar etsə də, onlarla əlaqə saxlamaq yalnız insanın özünə fayda verər. Və onlar bu yaramaz əxlaqları ilə mömin adama heç bir zərər yetirə bilməzlər. Bu dəlildir ki, qohumlarla əlaqə saxlayan mömini Allah qoruyar. 53-cü hədis. Abdurrahman ibn Avf radiyallahu anh rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Allah əzzə və cəl belə buyurur. Mən Ər-Rəhmanam. Mən rəhmi yaratdım və öz adımdan ona ad verdim. Kim onu möhkəmləndirsə, mən onu rəhmətimə qovuşdurar. Kim də onu kəssə, mən onu kəsərəm. Bu hədisi Tirmizi, Əhməd rəvayət etmiş və Muhammed Nasrəddin Albani Səhih Ədəbül Mufrad əsərində onun səhih olduğunu demişdir. Abdurrahman ibn Avf İbn Abd Avf Əl-Quraşi Əz-Zuhri radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmin məşhur səhabəsi cənnətlə müjdələnmiş 10 nəfərdən biridir. Bu səhabə Ömər ibn Xattab radiyallahu anh tərəfindən xəlifəliyə namizəd seçilmiş 6 nəfərdən biri, ha belə İslamı ilk əvvəl qəbul etmiş 8 nəfərdən biridir. Abdurrahman ibn Avf radiyallahu anh 2 dəfə Həbəşistana, sonra da Mədinəyə hicrət etmiş sahabələrdəndir. Onun fəziləti barədə varid olmuş hədisdə Ummu Bakır bint Misvar rəvayət edir ki, Abdurrahman ibn Avf öz bağını 40.000 dinara satıb, pulunu Ayşə radiyallahu anhaya göndərdi ki, bunu Peyğəmbər sallallahu aleyhi və sələmin zövcələri arasında bölüşdürsünlər. 40.000 dinar 170 kilo qızıl edir. 9 zövcənin arasında bölüşdürürlər. 170 kilo qızıl. Ayşə məndən bunu kim göndərib deyə soruşdu. Dedim, Abdurrahman ibn Avf. Ayşə dedi, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Məndən sonra ancaq səbirli olanlar sizin qeydinizə qalacaq. Allah Avfın oğluna cənnətdəki səlsəbil bulağından içirsin. Hədisi Tirmizi Sunan əsərində rəvayət etmişdir. Şeyx Albani silsilə-i hədis səhihdə onun səhih olduğunu demişdir. Abdurrahman ibn Avf Osman radiyallahu anh'ın xilafəti dövründə hicrətin 32-ci ilində 75 yaşında vəfat etmiş və Osman onun cənazə namazını qıldırdıqdan sonra onu Bəqi qəbristanlığında dəfn etmişlər. Burada Peyğəmbər sallallahu aleyhi və səlləm uca Allahın mən Ər-Rəhmanam dediyini nəql edir. Çünki bu, ləfzi və mənası ilə nazil olmuş qudsi hədislərdəndir. Ər-Rəhman, Allahın mərhəmətli olduğuna dəlalət edən gözəl adlarından biridir. Bu hədisdə uca Allah özünü tərif edir. Yeri gəlmişkən qeyd edək ki, bu ad yalnız Allaha məxsusdur. Və onu Allahdan başqasına qoymaq olmaz. Qoyulsa da qarşısına abd kəlməsi qoyulmalıdır. Abdurrahman. Bu səhabənin adı kimi. Burada Allah s.ə.v. deyir, mən rəhmi yaratdım. Bu kəlməni ərəbcə olduğu kimi saxlamışam. Ərəbcə rəhm deyildikdə qohumluq əlaqəsi nəzərdə tutulur. Ərəbcə saxlamaqda məqsədim də odur ki, rəhm, rəhman sözü bir-birinə uyğun gələn sözlərdir. Ər-Rəhman sözündən götürülmüş rəhm kəlməsi. Allah s.ə.v. öz adından ona ad verməsi, yəni qohumluq əlaqəsini ərəbcə rəhm adlandırması, ha belə qohumluq əlaqəsini saxlayana rəhm etməsi və onu kəsəni cəzalandırması, bu əlaqələri qoruyub saxlamağın nə dərəcədə mühüm və nə qədər vacib olmasına dəlalət edir. 54-cü hədis. Əbul Anbəs demişdir, mən Abdullah ibn Amrın ərazisinə, onun Taifdəki yerinə gəldim.
O dedi, Peyğəmbər sallallahu aleyhi və səlləm barmağı ilə bizə işarə edib demişdir. Rəhim Ər-Rəhmandan bir şəcnədir. Kim onu möhkəmləndirsə, Allah onu rəhmətinə qovuşdurar. Kim də onu kəssə, Allah onu kəsər. Qiyamət günü onun fəsahətli, bəlağətli dili olacaqdır. Muhammed Nasrəddin Albani rahiməhullah Səhih Ədəb-ül Mufrad əsərində bu hədisin səhih olduğunu demişdir. Burada da ərəbcə olduğu kimi kəlməni saxlamışam, şəcnə. Necə ki, rəhm sözü Allahın Rəhman adından götürülmüşdür. Ərəbcə şəcnə, yaxud şicnə, yaxud da şucnə biri-birinə keçmiş budaqlar deməkdir. Yəni, qohumluq əlaqəsi Allahın mərhəməti ilə bağlı olan rəhmət əlamətlərindəndir. Qiyamət günü bu rəhim öz haqqını tələb edəcək. Yəni, onu qoruyub saxlananların mükafatlandırılmasını, onu kəsənlərin isə cəzalandırılmasını tələb edəcək. Fəsahətli, bəlağətli dili olması bu deməkdir. Danışacaq və öz haqqını tələb edəcək. 55-ci hədis Ayşə radiyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Rəhim Allahdan bir şəcnədir. Kim onu möhkəmləndirsə, Allah onu rəhmətinə qovuşdurar. Kim də onu kəssə, Allah onu kəsər. Şeyx Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində bu hədisin səhih olduğunu demişdir. Hədisi izah etdik. Hədisin ravisi barədə qısa da olsa məlumat verim sizə. Möminlərin anası Ayşə bint Əbu Bakır Ət-Teymiyyə radiyallahu anhə Rasulullah sallallahu aleyhi və sələm zövcəsi. Bu ümmətin qadınları arasında İslam dinini ən yaxşı bilən qadın və ən çox hədis rəvayət edən 7 sahabədən biridir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən 2210 hədis rəvayət etmişdir. Onun fəzilətinə dair neçə-neçə hədislər varid olmuşdur. Bunlardan bir neçəsini qeyd edək. Bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşədən sən həm bu dünyada, həm də axirətdə mənim zövcəm olmağa razısanmı? Deyə soruşdu. Ayşə, əlbəttə razıyam deyə cavab verdi. Onda Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu. Dünyada da, axirətdə də sən mənim zövcəmsən. Digər bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Kişilərdən bir çoxları kamilliyə çatmışdır. Qadınlardan isə Fironun həyat yoldaşı Asiyə və İmranın qızı Məryəm kamilliyə çatmışdır. Ayşənin digər qadınlardan üstünlüyü isə ətli şorbanın başqa yeməklərdən üstünlüyü kimidir. Hədisi Buxari rəvayət etmişdir. Həmçinin onun barəsində nazil olmuş bəraət ayələri Nur surəsinin 11-ci ayəsindən 22-ci ayəsinə qədər qiyamət gününə qədər oxunacaq, kimin barəsində nazil olduğu hamıya bəlli olacaq və onun nə dərəcədə fəzilətli qadın olduğunu daim insanlara xəbər verəcək. 28-ci fəsil. Qohumluq əlaqələrini möhkəmləndirmək ömrü uzadır. Fəslin ünvanından aydın olur ki, qohumluq əlaqələrini saxlamaq insana axirətdə fayda verdiyi kimi, bu dünyada da ona fayda verir. Adamın ömrünü uzadır. 56-cı hədis Ənəs ibn Malik radiyallahu anh rəvayət edir ki, Rasulullah sallallahu aleyhi və sələm belə buyurmuşdur. Qoy ruzusinin çoxalmasını və əcəlinin yubadılmasını istəyən kimsə qohumluq əlaqələrini möhkəmləndirsin. Hədisi Buxari və Müslim rəvayət etmişdir. Hədisin ravisi Əbu Həmzə Ənəs ibn Malik ibn Nədir Əl-Ənsari Əl-Xəzrəci radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və sələmin həm xidmətçisi, həm qadın tərəfdən onun qohumu, həm də ən çox hədis rəvayət edən 7 sahabədən biridir. Dəfələrlə Peyğəmbər sallallahu aleyhi və səlləmlə birlikdə döyüşlərdə iştirak etmiş və xüsusən də ağac altında ona beyət gətirənlərdən olmuşdur. Hicrətdən 10 il əvvəl dünyaya gəlmiş,
uşaq ikən İslamı qəbul etmiş və düz 10 il Peyğəmbər sallallahu aleyhi və səlləmə xidmət etmişdir. Nəhayət hicrətin 93-cü ilində 103 yaşında vəfat etmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən 2286 hədis rəvayət etmişdir. Hədisdə ruzusinin çoxalması deyildikdə malının xeyir, bərəkətinin artması, əcəlinin yubadılması deyildikdə isə ömrünün uzadılması nəzərdə tutulur. Bu hədisdə qohumluq əlaqəsini kəsməməyin ömrün uzadılmasına səbəb olduğu xəbər verilir. Ha belə, digər hədislərdə başqa bəzi əməllərin də ömrün uzanmasına səbəb olduğu xəbər verilir. Hədislərin birində Peyğəmbər sallallahu aleyhi və sələm demişdir: kimə mülayim olmaq nəsib edilmişsə, ona dünya və axirət xeyri bəxş edilmişdir. Qohumlarla əlaqə saxlamaq, gözəl əxlaqlı olmaq və qonşuya yaxşılıq etmək məmləkətləri dirçəldir və ömürləri uzadır. Hədisi İmam Əhməd Musnəd əsərində rəvayət etmiş və Şeyx Albani Silsilətül Əhədis Əs-Səhih əsərində onun səhih olduğunu demişdir. Demək, gözəl əxlaqlı olmaq və qonşuya yaxşılıq etmək də həmçinin ömrü uzadır. 57-ci hədis Əbu Hüreyrə radiyallahu anh demişdir: mən Rasulullah sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Qoy ruzusunun çoxalmasını və əcəlinin yubadılmasını arzulayan kəs qohumluq əlaqələrini möhkəmləndirsin. Bu hədisi də Buxari rəvayət etmişdir. 29-cu fəsil. Kim qohumluq əlaqələrini möhkəmləndirsə, əhli onu sevər. Kitabın bəzi nüsxələrində bu fəslin ünvanında Allah onu sevər deyilir. 58-ci hədis İbn Ömər radiyallahu anh demişdir: Rəbbindən qorxan və qohumluq əlaqələrini möhkəmləndirən kimsənin əcəli yubadılar, var dövləti artar və əhli onu sevər. Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində bu rəvayətin həsən olduğunu demişdir. 59-cu hədis İbn Ömər radiyallahu anh yenə rəvayət edir: Rəbbindən qorxan və qohumluq əlaqələrini möhkəmləndirən kimsənin ömrü uzanar, var dövləti artar və əhli onu sevər. Burada hər iki rəvayətdə əhli əyalının onu sevməsi Allahın onu sevməsi deməkdir. Ona görə bəzi nüsxələrdə əhli onu sevər əvəzinə Allah onu sevər rəvayət edilib. Belə ki, Allah öz mömin bəndəsini sevdiyi zaman yer əhlinə də onu sevdirir. Bu xüsusda Uca Allah buyurur: İman gətirib yaxşı işlər görənlər üçün mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq. Məryəm surəsi 96-cı ayə. Həmçinin Peyğəmbər sallallahu aleyhi və sələm demişdir: Allah bir qulunu sevdiyi zaman Cəbrailə Allah filankəsi sevir, sən də onu sev deyə buyurur. Cəbrail də həmin adamı sevir. Sonra Cəbrail göy əhlinə xitab edib, Allah filankəsi sevir, siz də onu sevin deyir. Göy əhli də onu sevir. Daha sonra yer üzərindəkilər də ona rəğbət bəsləməyə başlayır. Hədisi Buxari rəvayət etmişdir. Şeyx Muhammed Nasrəddin Albani rahiməhullah Səhih Ədəb-ül Mufrad əsərində bu rəvayətin həsən olduğunu demişdir. Qeyd edək ki, hər iki əsəri qüvvətləndirən səhih hədisdə Peyğəmbər sallallahu aleyhi və sələm belə buyurmuşdur: qohumlarınızla əlaqə saxlamaq üçün əsil nəsəbinizi öyrənin. Çünki qohumlarla əlaqə saxlamaq adama əhli əyalının sevgisini qazandıran, var dövlətini artıran və ömrünü uzadan bir səbəbdir. Hədisi Tirmizi rəvayət etmiş və Şeyx Albani Silsilətül Əhədis Əs-Səhih əsərində onun səhih olduğunu demişdir. 30-cu fəsil. Ən yaxın və ən yaxın olanların qeydinə qalmaq. 60-cı hədis Miqdam ibn Ma'di Kərib radiyallahu anh demişdir: mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Həqiqətən, Allah sizə analarınızın qeydinə qalmağı,
sonra yenə analarınızın qeydinə qalmağı, sonra atalarınızın qeydinə qalmağı, sonra da ən yaxın və ən yaxın olanların qeydinə qalmağı buyurur. Bu hədisi İbn Macə, Əhməd, Hakim rəvayət etmiş və Şeyx Muhammed Nasrəddin Albani Səhih Ədəb-ül Mufrad əsərində onun səhih olduğunu demişdir. Hədisin ravisi Əbu Yəhyə Miqdam ibn Ma'di Kərib İbn Amr radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabəsidir. Bu hədisin mənasını əvvəlki hədislərdə izah etmişik. 61-ci hədis Əbu Əyyub Süleyman rəvayət edir ki, Əbu Hureyra cümə axşamından cüməyə keçən gecə yanımıza gəlib dedi. Aranızda qohumluq əlaqələrini kəsən adam varsa, qoy ayağa qalxsın. Onu tənbih edəcəyim. O bunu 3 dəfə təkrar etdi, lakin heç kəs yerindən tərpənmədi. Sonra bir cavan 2 ildən bəri əlaqələrini kəsdiyi bibisinin yanına gəldi və bibisi ondan, qardaş oğlu, səni bura gətirən nədir deyə soruşdu. O dedi, mən Əbu Hureyranın belə-belə dediyini eşitdim. Bibisi dedi, onun yanına qayıt və ondan nəyə görə belə dediyini soruş. O bunun səbəbini Əbu Hureyradan soruşduqda, o dedi, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Adəm oğullarının əməlləri hər cümə axşamından cüməyə keçən gecə uca və ulu Allaha ərz edilir. Həmin vaxt Allah təbarək və teala qohumluq əlaqələrini kəsən kimsənin əməllərini qəbul etmir. Bu hədisi Əhməd rəvayət etmiş və Muhammed Nasrəddin Albani rahiməhullah Səhih Tərğib və Tərhib əsərində onun həsən olduğunu demişdir. Əbu Hureyranın bu hərəkəti münasib vaxtda münasib söz deməyin məqsədə uyğun olduğuna dəlalət edir. Bu, elm əhli ilə oturub durmağın səmərəsidir. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Yaxşı dostla pis dostun məsəli ətir satanla körük vuranın məsəlinə bənzəyir. Ətir satana gəlincə, ya o sənə ətir bağışlayar, ya sən ondan ətir alarsan, ya da ondan gözəl iyi gəldiyini duyarsan. Körük vurana gəldikdə isə, ya o sənin paltarını yandırar, ya da ondan pis iyi gəldiyini duyarsan. Hədisi Buxari rəvayət edir. Demək, Allah kimə xeyir nəsib etmək istəyirsə, onu əməli salih insanlarla dost olmağa müvəffəq edir. Allah bizlərə belə ətir satanlara bənzəyən dostlarla dostluq etməyi nəsib eləsin. 62-ci hədis İbn Umar radiyallahu anhuma demişdir. Savab qazanmaq məqsədi ilə malından özünə və ailəsinə xərcləyən elə bir adam yoxdur ki, bu əmələ görə uca Allah onu mükafatlandırmasın. Elə isə, baxmağın vacib olan kimsələrdən başla. Malından artıq qalarsa, onu ən yaxın və ən yaxın olanlara xərclə. Yenə artıq qalarsa, onu dilədiyinə ver. Bu əsərin isnadında keçən Muhammed ibn İmran zəif ravidir. Və elə bu səbəbdən də Muhammed Nasrəddin Albani Daif Ədəb-ül Mufrad əsərində onun zəif olduğunu demişdir. Lakin əsərin mətni səhihdir. Onun səhih olması Buxarinin bu kitabda, yəni Ədəb-ül Mufrad kitabında nəql etdiyi 196-cı və 197-ci hədislərdə öz təsdiqini tapmışdır. Vaxtı gələndə o hədisləri şərh edəcəyik. O hədislər barədə danışacaq. Bu hədisdə baxmağın vacib olan kimsələrdən başla deyir. Burada insanın özü, ata-anası və digər ailə üzvləri nəzərdə tutulur. 31-ci fəsil. Aralarında qohumluq əlaqələrini kəsən bir kimsə olan cəmaata rəhmət nazil olmur. 63-cü hədis Abdullah ibn Əbi Avfə radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Aralarında qohumluq əlaqələrini kəsən bir kimsə olan cəmaata rəhmət nazil olmaz. Bu əsərin isnadında keçən Əbu İdəm Süleyman ibn Zeyd əl-Müharibi mətruk.
hədisi tərk edilmiş ravi olduğundan Muhammed Nasrəddin Albani Daif Adabul Mufrad həmçinin Silsilətil Əhədisi Daif əsərində hədisin isnadının zəif olduğunu demişdir. Hədisin isnadının səhih olacağı təqdirdə bu o deməkdir ki, bilərəkdən qohumluq əlaqəsini kəsən adamla oturub duran, onun bu günahına göz yuman və bunu ona inkar etməyən kimsələrə rəhmət nazil olunur. 32-ci fəsil. Qohumluq əlaqələrini kəsənin günahı. 64-cü hədis. Cübeyr ibn Mut'im radiyallahu anh rəvayət edir ki, mən Peyğəmbər sallallahu aleyhi və sələmin belə dediyini eşitdim. Qohumluq əlaqələrini kəsən kimsə cənnətə daxil olmaz. Bu hədisi Buxari, Muslim və Abu Davud rəvayət etmişdir. Hədisin ravisi Əbu Muhammed Cübeyr ibn Mut'im ibn Adi Əl-Quraşi radiyallahu anh Peyğəmbər sallallahu aleyhi və sələmin həm əmisi oğlu, həm də sahabəsidir. Nəvavi rahiməhullah bu hədisi izah edərkən demişdir. Hədisdə keçən cənnətə daxil olmaz sözü iki cür izah edilə bilər. Birincisi budur ki, bu, qohumlarla əlaqəni kəsməyin haram olduğunu bilə-bilə, bu yaramaz əməli halal sayan kimsəyə aiddir. Allahın və onun Peyğəmbərinin sallallahu aleyhi və səlləmin haram buyurduğunu halal sayan adam isə kafir sayılır və beləsi cənnətə əsla girməyəcək. İkincisi də budur ki, o, cənnətin qapıları açıldığı zaman oraya ilk əvvəl daxil olacaq kimsələrlə birgə daxil olmayacaq. Əksinə, bir müddət məhşərdə saxlanılacaq, bundan sonra o ya cəzalandırılacaq, ya da Allah ona rəhm edəcək və beləliklə də o cənnətə daxil olacaq. Haqq yolu tutub gedənlərin bu etiqadda olduğuna görə biz hədisi bu şəkildə izah etdik. Əvvəldə qeyd etmişdik ki, haqq əhlinin etiqadına görə günah işlər görmüş və tövhid üzərində dünyasını dəyişmiş hər kəs uca Allahın istəyi altındadır. İstər onu bağışlar və cənnətə daxil edər, istərsə də əvvəlcə cəzalandırar, sonra cənnətə daxil edər. Nəvavinin sözü burada tamamlanır. 65-ci hədis. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Rəhim Ər-Rəhmandan bir şəcnədir. O deyəcək, ey Rəbbim, mənə zülm edildi. Ey Rəbbim, məni kəstilər. Ey Rəbbim, mənə, ey Rəbbim, ey Rəbbim. Rəbbi də ona belə buyuracaq. Qohumlarla əlaqəni kəsən kimsədən əlaqəni kəsdiyimə, əlaqə saxlayan kimsə ilə də əlaqə saxladığıma razı deyilsənmi? Şeyx Muhammed Nasrəddin Albani Səhih Ədəbül Mufrad əsərində bu hədisin isnadının həsən olduğunu demişdir. 54-cü və 55-ci hədisləri izah edərkən bu haqda artıq danışmışıq. Hədisdə keçən mənə, ey Rəbbim cümləsində cümlənin xəbəri zikr edilməmişdir. Burada Peyğəmbər sallallahu aleyhi və səlləm qohumluq əlaqəsinin özünə qarşı edilmiş digər haqsızlıqlardan da şikayət edəcəyini xəbər verir. 66-cı hədis. Səid ibn Səmən demişdir. Mən Əbu Hüreyrənin balacaların və səfehlərin hökmranlığından Allaha sığındığını eşitdim. İbn Həsənə Əl-Cühəni mənə xəbər verdi ki, o, Əbu Hüreyrədən bunun əlaməti nədir deyə soruşduqda, Əbu Hüreyrə ona belə cavab verdi. Həmin vaxt qohumluq əlaqələri kəsiləcək, azğınlığa aparan adama itaət ediləcək və doğru yol göstərəni saymayacaqlar. Muhammed Nasrəddin Albani Daif Adabul Mufrad əsərində Səid ibn Səmanın bilavasitə Əbu Hüreyrədən eşitdiyini, Səhih İbn Həsənə Əl-Cühənin dediklərini isə zəif olduğunu demişdir. Belə ki, İbn Həsən Əl-Cühəni məchul ravidir. Demək, hədisin bu hissəsi, yəni Əbu Hüreyrə balacaların və səfihlərin hökmranlığından Allaha sığınması səhihdir. Bu xüsusda Peyğəmbər sallallahu aleyhi və sələm belə buyurmuşdur. 70-in əvvəllərindən və balacaların hökmranlığından Allaha sığının.
Hədisi İmam Əhməd Musnad əsərində rəvayət etmiş. Şeyx Albani Silsilətil Əhədisə Səhih əsərində səhih olduğunu demişdir. Digər hədisdə rəvayət edilir ki, Əbu Hureyra radiyallahu anh belə demişdir. Mən doğru danışan və doğruluğu təsdiq edilmiş Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Mənim ümmətim Qureyşdən olan bir neçə yeniyetmənin əlində məhv olacaq. Sonra Əbu Hureyra Mərvan ibn Həkəmə dedi, İstəyirsənsə, onların adlarını sənə verim. Bu, filankəsin oğulları, filankəsin oğullarıdır. Hədisi Buxari rəvayət etmişdir. Odur ki, Əbu Hureyra radiyallahu anh onlardan Allaha sığınıb deyərdi. Əuzu billahi min imratis sibyan və sufəhə. 30-cu fəsil. Qohumluq əlaqələrini kəsənin dünyadakı aqibəti. 67-ci hədis. Əbu Bakra radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Günah sahibinə verilən cəzanın saxlanılması ilə yanaşı tezləşdirilməsi üçün azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha uyğun bir günah yoxdur. 29-cu hədisi danışarkən bu haqda danışmışıq. 34-cü fəsil. Qarşılığını vermək məqsədi ilə qohumluq əlaqəsini saxlayan kəs, əlaqə saxlayan adam sayıla bilməz. 68-ci hədis. Abdullah ibn Amr radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və sələm demişdir. Qarşılığını vermək məqsədi ilə qohumluq əlaqəsini saxlayan kəs, əlaqə saxlayan adam sayıla bilməz. Lakin, həqiqi əlaqə saxlayan adam o kimsədir ki, qohumu onunla əlaqələri kəssə də, onunla yenidən əlaqə qursun. Bu hədisi Buxari, Əbu Davud və Tirmizi rəvayət etmişdir. Burada qarşılığını vermək məqsədi ilə qohumluq əlaqələrini saxlayan kəs deyildikdə, Allah rizasını qazanmaq məqsədi ilə yox, məhz əvəz etmək üçün qohumlarla əlaqə saxlayan adam nəzərdə tutulur. Yəni, yalnız qohumları onu ziyarət etdiyi təqdirdə o onları ziyarət edər. Həqiqi əlaqə saxlayan adam o kimsədir ki, qohumları ilə əlaqə saxlamaqda məqsədi Allahın əmrini yerinə yetirmək və onun razılığını qazanmaq olsun. Bu mövzuda varid olmuş hədislərdən belə nəticə çıxır ki, insanlar qohumluq əlaqəsini saxlamaq xüsusunda 3 qismə bölünürlər. Allah rizasını qazanmaq üçün qohumları ilə əlaqə saxlayan kəslər, əvəzini vermək məqsədi ilə əlaqə saxlayan kəslər və bir də qohumluq əlaqəsini kəsən adamlar. Hamımızın adından Allaha dua edirəm ki, bizə qohumlarla əlaqə saxlamağa, onlara xoş rəftar etməyə müvəffəq etsin və bunun sayəsində bizim ömrümüzü uzatsın və ruzumuzu çoxaltsın və onun xeyir bərəkətini artırsın. Üstəlik bunu əhli əyalımızın bizi sevməsi üçün bir səbəb etsin. Allahım, qohum əqrəbaya, yoxsula, müsafirə, ha belə boynumuzda haqqı olan digər insanlara haqlarını verməyi bizlərə nəsib et. Allahım, qohumlarımız bizimlə əlaqəni kəssələr də, onlarla əlaqə saxlamağı, bizə pislik etsələr də, onlara yaxşılıq etməyi, bizimlə kobud rəftar etsələr də, onlarla mülayim danışmağı bizlərə müyəssər et. Allahım, qiyamət günü bu qohumluq əlaqəsi öz haqqını, onu qoruyub saxlayanların mükafatlandırılmasını, onu kəsənləri isə cəzalandırılmasını tələb edərkən bizi mükafatlandır və bizi cəhənnəm əzabından qoru. Allahım, qohumluq əlaqələrini kəsməkdən və qohumlara zülm etməkdən, onların haqqını tapdalamaqdan, ha belə qarşılığını vermək məqsədi ilə qohumluq əlaqəsini saxlayan kimsələrdən olmaqdan sənə sığınırıq. Allahım, balacaların və səfehlərin hökmranlığından sənə sığınırıq. Subhanəkəllahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənt əstəğfiruka və atubu iləyik.